İnsanı yatmağa qoymayan nədir? Düşüncələr, fikirlər, sənin düşündüklərin və digər məsələ də var ki, məsələn, telefon kontaktı, telefondan istifadəmiz də var da. Məsələn, düşüncələr olduqda biz artıq yatmağa gedəndə başlayırıq düşünməyə. Bu düşüncələr də artıq bizi yatmağımıza icazə vermir. Düşüncələr bizi başlayır orada idarə eləməyə. Baxın, burada biz nə etməliyik? İlk öncə, normal biz yuxuya getməyimiz üçün ilk öncə telefonu kənara qoymalıyıq. Yəni bu birinci məsələmizdir. Telefonu kənara qoymalıyıq. Düşüncələr nəyə görə yaranır? Bəzən insanlar bizə sual verir ki, nəyə görə gündüz biz iş görəndə və yaxud da gündüz məsələn şəhərə çıxanda, gündüz nəsə iş görəndə o düşüncələr bizim beynimizə gəlmir. Biz fikirləşmirik, düşünmürük. Amma elə ki gedib yatağa giririk, yerimizə giririk ki yataq, o düşüncələr başlayır. Niyə? Baxın, gündüz insan məşğul olur. Beyin də məşğul olur. Sən hansısa bir fəaliyyətlə məşğul olursan. Buna gəzmək də daxil ola bilər. Sən harasa bir yerə gəzməyə getmisənsə və yaxud da istirahətə getmisənsə, orada da nə iləsə məşğul olursan. Bildin necə? Beyin məşğuldur. Düşüncələr nə zaman başlayır? Artıq beyin rahatlamağa başlayanda. Sən yerinə yatmağa gedəndə artıq başlayırsan, rahat bir sakitlik yaranır. Sakit ortam yarandıqda sən və yerinə girəndə özünlə baş-başa qalırsan. O sakit şəraitdə və özünlə baş-başa qaldığın vaxtda o düşüncələr və narahatlıqlar başlayır səni narahat eləməyə. Və artıq sən orada müşahidə edirsən ki, düşüncələr var, nə var, orada nələri görürsən. İlk olaraq telefonu kənara qoyuruq və orada düşüncələrimizi idarə etməyə başlayırıq. Deyir ki, hər kəsə məlumdur ki, insan düşünən varlıqdır. Düzdürmü? İnsan düşünən varlıqdır. Lakin insan nə zaman yaxşı olar? Düşüncələrini düşünə bildiyi zaman. Görürsünüz, yəni biraz orada qarışıq səslənə bilər. Lakin insan düşünən varlıqdır. O zaman yaxşı olar ki, düşüncələrini düşünə bilsin. Bu da nədir? Yəni əgər bir insan düşüncələrini düşünməyi bacarsa, artıq o düşüncələri idarə etməyi bacaracaq.